Bu nədir belə? Bu stəkan niyə burada dayanır? Mən sən 100 dəfə demişəm ki, hər şeyin öz yeri olmalıdır. Öz yerində olmasa nə olar axı? Elementar qaydalara əməl etməsən, evdə qarışıqlıq olacaq. Təkcə evdə yox, həyatda da. Sən məni bu düzgünlüyünlə axırda dəli eləyəsən. Bu düzgünlük deyil, bu nizam intizamdır. Başa düşdün? Nizam intizam. Neynirsən sən? Həstəsən? Davay yığışdır indi. Sən həmişə beləsən, həmişə məni günahkar çıxardırsan. İradlarından bezmişəm, məni stres altında saxlayırsan, əsəbləşməyə məcbur eləyirsən. Həmişə mən səndən üzr istəmişəm, bir dəfə olsun məndən üzr istəməmsən. Davay yığışdır. Mən gələndə hər şey təmiz olsun. Bir də belə bir şey olmasın. Elmar doğrudan da bir stəkana görə əsəbləşdin. Əslində yox. İşdə problem var ona görə. Bax, məsələ də budur. İşdə problemi varsa, niyə hirsi evdə yaxın adamın üstünə tökürsən? Düzgün deyir axı. Nə bilim, Murat, məncə sən burada səhvsən. O sənin düşmən deyil, sən onunla gedib məncə üzr istəməlisən. Nəzrin, bağışla mənə, mən səhv edim. İndən belə söz verirəm ki, sənə mülayim olacağam. Yaxşı.